Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Sizinlə mən 6B sinif şagirdi Əliyeva Nuray. Mövzumuz müasir Azərbaycan ədəbiyyatının beşiği başında duranlardan, onun yetişməsində, formalaşmasında, ideya saflığı və bədii kamillik yolunda mübarizələrində, bugünkü yüksək zirvələrə çatmasında böyük rol oynamış, görkəmli yazıcı, nəzəriyyəçi Mehdi Hüseynin yaradıcılıq fəaliyyətinə həsr olunub. Mehdi Hüseynov 17 aprel 1909-cu ildə Qazax rayonunun 2-ci Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1938-ci ildə Moskvada Dövlət Kinematografiya İnstitutunun nəzdində akademiya tipli kinossenaristlər kursunu bitirmişdir. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, Sovet Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmışdır. Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında, yeni mövzularla zənginləşməsində, eləcə də ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth etməsinə xalq yazıçısı Mehdi Hüseynin özünə məxsus yeri vardır. 56 illik ömrünün 40 ilini ədəbiyyata həsr etmiş Mehdi Hüseyn, orijinal yaradıcılıq xüsusiyyətlərinə malik, istedadlı yazıcı, dramaturq və prinsipial, obyektiv tənqidçi idi. Müxtəlif janrlarda yazıb yaratmış bu unudulmaz sənətkar nəsr və dram əsərlərində yaşadığı dövrün xarakterik cəhətlərini qabartmağa çalışmış, quruluş tələbi baxımından yeni obrazlar yaratmış, tarixi mövzulara müraciət etmiş, ədəbi tənqidi məqalələrində isə ədəbiyyatın mühüm problemləri öz əksini tapmışdır. Mehdi Hüseyn nədən yazırdısa, çalışırdı ki, qələmə aldığı mövzu və problemlər xərqilik mövqeyindən işıqlandırılsın. O cümlədən oxucunun vətənpərvərlik duyğularına, yaratmaq eşqinə təsir etsin. Əlbəttə, Mehdi Hüseyn də müasirləri kimi dövrünün övladı idi. Sovet rejiminin tələb etdiyi, daha ciddi qoruduğu çərçivələrdən o qədər də kənara çıxa bilməzdi. Bununla belə, Mehdi Hüseyn də müəyyən həqiqətləri söyləmək üçün tarixi mövzulara müraciət edərək ürəyindən keçənləri bu yolla oxuculara çatdırmağı can atmışdır. Yaradıcılığa məqalə ilə başlayan Mehdi Hüseyn Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, birinci katibi, Ümumİttifaq Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. Mehdi Hüseynin yaradıcılıq yolu hamar olmamışdır. Dövrün səhvləri, ədəbi irsi olan yanlış münasibətin ədibin də yaradıcılığına təsir etmişdir. O, Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin fəal rəhbərlərindən biri idi. Bu, onun da yaradıcılığının başlanğıcında müəyyən səhvlərə yol verməsinə səbəb olmuşdu. Amma o dövrün ədəbi mühitini təhlil etdikcə bir çox məqamlar aydınlaşır. Klassiklərə ögey münasibət, onların inkar edilməsi haqsızlıq idi. Mehdi Hüseyn kimi qələm sahibləri isə bu yanlışlığı sona dək apara bilməzdilər. Sonralar ədib öz yazılarında bu məsələyə toxunmuşdur. Biz Sovet ədəbiyyatı uğrunda mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdır. Bu etirafın mənası başa düşüləndir. O, tarixi və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini meydana gətirməklə yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq və yaradıcılığın nəzəri məsələlərinə dair aktual müraizələri ilə ədəbi prosesə istiqamət vermişdir. Belə bəllidir ki, Mehdi Hüseyn yaradıcılığının ən kamil dövründə dünyasını dəyişir. Ona görə də ədibin yaradıcılığının dərindən və hərtərəfli tədqiqi üçün mühüm işlər görülməlidir. Azərbaycan ədəbiyyatı tarixində özünə məxsus yer tutan bu sənətkarın şəxsi arxivi, əlyazmaları diqqətlə araşdırılmalı, öyrənilməli, onun yaradıcılığı barədə yenidən samballı, layiqli monoqrafiyalar yazılmalıdır. Doğrudur, Mehdi Hüseyn yaradıcılığı hələ ötən əsrin ortalarından ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Azərbaycan ədəbiyyatının tənqidi fikrinin problemlərindən danışan, tədqiqatlar aparan müəlliflərin əksəriyyəti Mehdi Hüseyn haqqında müəyyən məqalələr yazıblar.
həyat və yaradıcılığı daha ətraflı çatdırılmalıdır. Hörmətli dinləyicilərimiz, bugünkü evrimizin sonuna gəldik. Gələn efirlərdə görüşənədək. Sağ olun, salamat qalın.